Hər kəsə salamlar. Mən Əzizə Məcidova, kanalıma xoş gəlmisiniz. Bugün çoxunuzun maraqlandığı və məndən ən çox istənilən bir mövzuya toxunacağam. Uğurlu, sağlam və sevgi dolu bir münasibəti həyatımıza necə çəkə bilərik? Bəzən bir çoxlarımız deyirik ki, necə olur ki, eyni tip insanlar qarşıma çıxır? Necə olur ki, mən bu münasibət mövzusunda xoşbəxt ola bilmirəm? Bu videonu sona qədər diqqətlə izləməyi sizə məsləhət bildirəm. Videonun sonunda sizinlə bir texnika, eyni zamanda bir neçə olumlama paylaşacağam. Hazırsınızsa çayınızı, qəhvənizi götürüb başlayaq. Məni əvvəlki videolarımdan tanıyanlar var, amma ola bilər ki, siz məni bu video ilə tanıyırsınız. Bu arada kanalıma xoş gəlmisiniz. Əgər kanalıma hələ də abunə deyilsinizsə, mütləq şəkildə abunə olun ki, bundan sonra daha gözəl və faydalı videolar sizlər üçün çəkim və paylaşım. Məni indi tanıyanlara maraqlı gələ bilər ki, görürsün ümumiyyətlə bu qızın özünün sağlam münasibəti varmı ki, gəlib bizə burada onu bizim həyatımızda necə çəkə bilərik, onun haqqında danışır. Öz münasibət həyatımı bir cümlə ilə ifadə eləmək istəyirəm ki, mən tam istədiyim kimi, çox şükür Allaha, birincisi şükür edirəm və təşəkkür edirəm. Çox şükürlər olsun ki, istədiyim kimi və arzuladığım kimi, xəyal etdiyim və manifest etdiyim kimi bir həyatı yaşayıram. Həyatımda elə bir insan var və onunla həqiqətən də xoşbəxtəm. Birinci növbədə bu mövzuda diqqət etməli olduğumuz məqamları sizə açıqlayacağam. Mərhələli şəkildə qeydlərimi burada aparmışam. Ola bilər bəzi şeylər yadımdan çıxsın. Yadımdan çıxdığı hissələr olsa çalışacağam açıqlamalar hissəsinə yazın. Ona görə də həmişə videonun açıqlamalar hissəsinə xahiş edirəm ki, baxın. Bir də onu sizə qeyd edim ki, bu videoda danışdığım və danışacağım şeylər oxuduğum kitablara, iştirak etdiyim seminarlara, kurslara və eyni zamanda öz həyat təcrübələrimə dayanır. Birinci və ən önəmli addımımız nə istəmədiyimizə deyil, nə istədiyimizə fokuslanmaqdır. Çox vaxt insanların elədiyi səhv burada olur ki, simic olmasın, misal üçün dua eləyir və yaxud manifest eləyir, bunu hər cür deyə bilərsiniz, fərqi yoxdur. O əsnada, yəni istəklərini dilə gətirdiyi və yaxud düşüncələrində canlandırdığı əsnada deyir ki, simic olmasın, kobud olmasın, məni incitməsin. Bunlar elədiyimiz ən birinci səhvdir. Niyə görə? Bu videoda mən ümumiyyətlə çox elmi hissələrinə, beynin funksiyalarına, bu hissələrə girməyəcəm. Daha üzdən anlaşıla bilir tərzdə danışacağam ki, hamı üçün də aydın olsun. Çünki bizim beynimiz mə, yəni ki, inkarı başa düşmür. Siz nə deyirsinizsə, onu okeyləyir, qəbul eləyir. Əslində mən bunu birinci videoda sizə demişdim. Misal üçün, kobud olmasın deyirsiniz. Oradan götürür. Kobud. Simic olmasın. Simic. Məni incitməsin. İncitmək. Bu şeyləri götürür və biz istəməsək də ola bilər ki, biz bu insanlara doğru çəkilək və bizim manifestimiz, dualarımız səhv yöndə gedə bilər. Ona görə də istəklərimizi inkar cümlələrlə deyil, təsdiq cümlələrlə formalaşdırmalıyıq. Misal üçün, ürək açıq olsun, xoş söhbət olsun, gülər üz olsun, zarafatcıl olsun, nə bilim necə istəyirsinizsə elə. Düzdür, olsun da demirik. İndi mən burada olsun dedim. Olsun yox. Mən onu sizə onsuz da texnika hissəsində, manifest olumlama hissəsində deyəcəm. Cümlələri necə qurmaq lazımdır. Ümumiyyətlə bizim bir gerçəkliyimiz var, bunu bilirsiniz. O da indiki zamanda. Keçmiş artıq bitib, gələcəkdə bizim xəbərimiz yoxdur, nə necə olacaq. Amma indidən xəbərdarıq. İndini biz necə yaşayırıq, necə hiss eləyiriksə, demək olar ki, biz gələcəyimizi də elə formalaşdırırıq. Bu arada bir haşiyə çıxım. Həmişə çalışıram ki, videolarımda ən azından bir kitab da olsa sizə məsləhət verim. Misal üçün indi dedim, indiyə aid olaraq da Eckhart Tolle'nin İndinin Gücü kitabını oxuya bilərsiniz. Daha sonra diqqət etməli olduğumuz məqam ətraf mühit və dost çevrəmizdir. Bəzən olur ki, bizim çox belə sevdiyimiz, yaxınlarımız, əzizlərimiz, dost olaraq gördüyümüz insanlar bizə bu istiqamətdə neqativlər ötürür. Buna şəxsən mən biraz dost detoksu deyirəm. Niyə görə elə deyirəm? İndi sizə onu izah edəcəm. Bəlkə də sizin də həyatınızda elə bir dostlarınız olub ki, həmin münasibətin içində olanda o insanın sizə necə neqativ təsir göstərdiyini, necə sizin enerjinizi sovurduğunu siz hiss eləməmisiniz. Münasibət bitəndən sonra kənardan belə baxırsınız ki, mən bu münasibətin içində öz enerjimi verirmişəm. Mən bu münasibətin içində öz enerjimdən itirirmişəm. Niyə məhz bu mövzunun içində mən dost mövzusunda çıxartdım ortaya?
Çünki ətrafımdan dəfələrlə görmüşəm ki, normal münasibət qorumaq istəyən xanımlarda, indi mən xanımlar tərəfdən deyirəm, amma bəylər də ola bilər. Yəni burada heç bir cins fərqi yoxdur. Yəni görmüşəm ki, bir insan şüuraltısı ilə işləməyə çalışır bu mövzuda. Şüurunu elə istiqamətdə qurur ki, bu mövzuda, yəni münasibət mövzusunda uğur qazansın. Amma onun ətrafında dost dediyi insanlar, yəni dostu olduğu insanlar, ətraf çevrəsi belə deyək, ona bu istiqamətdə neqativ fikirlər ötürür. Məsələn, xanım bu istiqamətdə nələrsə eləyir, rəfiqəsi deyir ki, oğlanlar hamısı belədir, güvənsizdir, hamı aldadandır, yalançıdır, heç kəsə inanmaq olmaz, indiki dövr belədir, elədir. Axı o bu çalışmaları eləyir və inanmağa çalışır ki, həqiqətən də yaxşı münasibətlər var, mən xoşbəxt ola bilərəm, mən xoşbəxtliyə layiqəm. Amma ətraf buna mane olur. Ona görə ətrafınıza fikir verin. Kimlər sizə hansı istiqamətdə mənfilər ötürürsə, demirəm ki, o insanları çıxardın, ümumiyyətlə bloklayın, hər yerdən silin getsin. Yox, təbii ki, amma ən azından onlara bildirin ki, mən bu şeylərə açıq deyiləm. Əgər sən bu mövzuda mənlə neqativ danışacaqsansa, ümumiyyətlə gəl bu mövzuları bağlayaq və heç danışmayaq. Və təkcə burada dostlardan da söhbət getmir, özümüzün də rolu çox böyükdür. Növbəti diqqət etməli olduğumuz məqam ondan ibarətdir ki, biz əgər bir şeyə çalışırıqsa, yəni nələrdəsə uğur qazanmaq istəyiriksə, biz danışdığımız şeylərə də fikir verməliyik. Nə demək istəyirəm? Sizə bunu praktiki olaraq deyim, izah edim daha doğrusu. Misal üçün mən sizə indi texnika deyəcəm. Siz o texnikanı tamam ki eləyirsiniz, yazırsınız gözəl şəkildə, texnikanı icra eləyirsiniz vaxtında. Amma sonra dostlarınızla görüşəndə və yaxud ətraf əzizlərinizlə görüşəndə kimlə fərqi yoxdur. Görüşəndə siz başlayırsınız münasibətlər haqqında neqativ danışmağa. Başqalarının münasibətlərinə hər hansı bir neqativ ifadələr işlətməyə. O da onu sevmir, o da belədir, bu xoşbəxt deyil və yaxud da ayda oğlanlar belədir də elə. Nə bilim, bildiniz də nə demək istəyirəm? Yəni neqativ şeylər danışırsınızsa, bu enerji dönüb dolaşıb onsuz da sizi tapır. Mümkün deyil. Mən ona görə həmişə deyirəm ki, həm əməllərini insan düzgün tutmalıdır, həm düşüncələrini insan düzgün tutmalıdır. Eyni zamanda ağzından çıxan sözlərə də fikir verməlidir. Əgər siz bunları eləmirsinizsə, nə qədər texnikalar etsəz də, manifestlər, dualar, niyyətlər, bu çalışmalar eləsəz də, yenə də onun xeyri olmayacaq. Misal üçün, elə insanlar tanıyıram ki, xoşbəxt cütlük görəndə pis olur. Xoşbəxt cütlük görür, ay Allah, bunun qanı qaralır, ağlayır, nə bilim, stres keçirdir. Mən niyə buna layiq deyiləm? Mən ondan da gözələm, mən o qızdan da ağıllıyam, amma getdi gör, nə yaraşıqlı, nə gözəl oğlanı tapdı. Mən qalmışam belə. Əmin olun ki, bu həqiqətdir, belə deyirəm. O insanlar heç vaxt xoşbəxt ola bilmirlər. O insanlar çox təəssüflər olsun ki, mən biraz elə insanlara belə pis çıxacaq bəlkə də, amma həqiqətən yazığım gəlir. Bilmirəm, o insanlar bəlkə özlərinə mübarizə aparırlar, elə olmasınlar. Elədirsə ümumiyyətlə yazığım gəlir ki, yəni bilmirəm də, yəni gözəl ürəyə sahib olmaq, gözəllik görəndə, gözəl münasibət görəndə, həqiqətən onların yerinə sevinmək, inanırsınız sizin həyatınızda nə qədər bolluğu, bərəkəti, sevgini, xoşbəxtliyi artırır. Bu həqiqətdir, bu yəni mənim dediyim şeylər deyil. Özünüz də araşdırsaz görərsiniz ki, nə enerji ötürürsənsə bu həyata, başqalarına, o enerji də sənin özünə qayıdır. Əgər həsəd aparmaq, paxıllıq, kin-kudurət, bu kimi şeylər ötürürsənsə, sən qabağına nə normal bir insan çıxacaq, nə yaxşı, yəni o insan çıxmayacaq ki, səni o gözəl şeyləri yaşada bilsin. Çünki sənin ötürdüyün enerji bu neqativ enerjilərdir. Elə insanlar bəlkə sən qabağa çıxacaq ki, ondan betərlərini sənə yaşadacaq, ondan pis şeylər sənə yaşadacaq. Ki, niyyətin təmiz olandan sonra mümkün deyil ki, gözəl şeylər səni tapmasın. Digər önəm verməli olduğumuz hissələrdən biri keçmişlə əlaqəmizi, bağlarımızı kəsməyimiz və keçmişi sərbəst buraxmağımızdır. Həyatınıza yeni birini çəkməyə çalışmamışdan əvvəl unutmayın ki, keçmişlə heç bir sizin bağınız qalmamalıdır. Keçmişdəki münasibətlərinizdən, insanlardan tamamilə azad olmalısınız. Bağ kəsmək deyilən bir şey var. Bu da enerji səl mənada gedir. İstəyirsinizsə bir dənə onu araşdırın. Hətta bağ kəsməklə bağlı meditasiya da var. Mənim
ən sevdiyim meditasiyalar, açığını desəm, Can Aydoğmuşundur. Onun YouTube kanalı var. Hətta YouTube'a yazsaz ki, indi yox, indi yazmayın. Bu video bitəndən sonra YouTube'a yazarsınız ki, Can Aydoğmuş bağ kəsmə. Onları eləyə bilərsiniz. Məncə çox faydalıdır. Yəni mütləq şəkildə ona da sonradan baxın. Ümumiyyətlə hər bir şeylə bizim istəyir insanla olan münasibətimiz olsun, istəyir nə bilim bu dostluq ola bilər, nə bilim sevgili münasibət ola bilər və s. və ilaxır. Eyni zamanda keçmişdə olan iş yerlərimizdə, işlədiyimiz, çalışdığımız kollektivlərlə də müəyyən bir bağımız yaranır. Bir bağımız olur. Bu bağ kəsmə meditasiyasını eyni zamanda təkcə münasibətlər üçün deyil, iş baxımından da eləyə bilərsiniz. Bağ kəsməkdən əlavə keçmişə dair şeyləri silməlisiniz. Yəni məsələn bir mənim rəfiqə deməyim, rəfiqəm deyildi, amma yaxın xətrini istədiyim bir xanım idi. Danışırdı ki, mən istəyirəm belə insan olsun həyatımda, belə olsun, elə olsun. Mən ona texnika demişdim açığı ki, bunu eləsən belə faydasını görərsən. Elə yaxşı ki, danışıq əsnasında mənə deyir ki, arada otururam məsələn əvvəlki münasibətimizi xatırlayıram, şəkillərinə baxıram. Qalıram belə, deyirəm, nə şəkillərinə baxırsan? Deyir ki, şəkilləri, hələ də bizim qovluğumuz var telefonumda, nə bilim nə. Deyirəm, sən nə danışırsan? Sən əgər yeni bir sağlam münasibət istəyirsənsə, əvvəldə olub bitmiş bu münasibətin şəkillərini sən niyə telefonda saxlayırsan? Bunlar ən neqativ şeylərdir. Bir şey bitirmisinizsə və o şeyə qayıtmaq istəmirsinizsə, ona aid hər bir şeyi silib və yox eləməlisiniz. Yəni bu nə üçünsə deyil, bu sırf enerji baxımındandır qızlar. Yəni keçmişə dair o hədiyyələrdir, keçmişə dair nə bilim o enerjini çağrışdıran şeylər var ha. Hansı ki keçmiş münasibətə sizi götürən şeylər. Onların hamısını o deyir, yakıb yıkıb yox etmək. Can Aydoğmuşun belə bir sözü var. Yakıb yıkıb yox etmək. Yəni onların hamısını silib yox eləmək lazımdır ki, siz yeniyə yer aça biləsiniz. Əgər keçmişə dair siz yenə nələrsə saxlayırsınızsa, deməli orada yeniyə heç bir yeri yoxdur. Yəni bir sözlə keçmişi sərbəst buraxmalısınız. Digər hissəmiz ev detoksu, feng shui və simvolların gücüdür. Bu nə mənaya gəlir? Ən sevdiyim hissələrdən biridir bu hissə. Çünki evdəki simvollar, fotoşəkillər bizim əslində nə istədiyimizi çağrışdıran şeylərdir. Yəni onlar hər birisi bir enerji daşıyıcılarıdır və bizim həyatımıza müəyyən şeyləri çəkir. Ev detoksunda fikir verməli olduğumuz şeyləri mən burada bir-bir qeyd eləmişəm, qeydlərimi aparmışam ki, özüm öz həyatımda nələrə diqqət edirəm ki, sizə də onları ötürüm. Daha sonra isə bir şey danışacağam sizə. Yazmışam 1. Evdə heç vaxt ölü çiçəklər saxlamayın. Ümumiyyətlə evdə olan ölü çiçəklər ölüm enerjisi yayır. Onlar artıq canlı deyillər. Ona görə onları evdə saxlamağın heç bir mənası yoxdur. Mən özüm də bunu etmirəm. Ona görə buket gülləri çox da sevmirəm. Sevirəm belə, amma uzaqdan evə onları gətirməyin tərəfdarı deyiləm. 2. Tək qadın və ya tək kişi portretləri, qolsuz, qıçsız heykəlləri yığışdırın. Çünki bunlar şuur altına yalnızlıq və əksiklik mesajını verir. Misal üçün, mənə çox sevdiyim bir dostum, rəfiqəm, ora baxıram çünki əşi oradadır, bir hədiyyə vermişdi. Əl işidir və çox dəyərli bir şeydir. Şamdır, Venera yazılıb üstündə. Venera bir qadın enerjisidir. Şamın çox gözəl qoxusu var, belə gildən hazırlanıb qab, əl işidir və qabın qapağı, şam qabının qapağı o da gildən hazırlanıb qadın heykəlidir. Qadın heykəlinin isə qolları yoxdur. Başı var, bədəni var, belə durub və qolları yoxdur. Mən bunu gördüm, təbii ki, orada rəfiqəmə deyə bilmədim ki, bu nədə belə qolsuz şey almısan. O estetik bir şeydir və görsəz o qədim heykəltaraşlıq nümunələrində də elə nümunələr çoxdur. Yəqin ki, ondan elə götürüblər, hazırlayıblar. Nəysə, mən bunu götürdüm, gəldim evə. Amma evə gələndə mən onun qapağını tulladım. Heç evə salmadım, açığını desəm. Misal üçün dostlar, mən də baxıram, bəyənirəm estetik heykəllər, şəkillər, portretlər, mən belə şeylərin aşiqiyəm. Amma görürəm ki, misal üçün şəkildir, başı yoxdur, bədən var. Amma estetik şəkildir. Nə heykəllərdir bu istiqamətdə. İndi çox detallara girmək istəmirəm. Özünüz başa düşdünüz mən nə demək istəyirəm. Amma mən elə şeyləri evdə saxlamağın tərəfdarı deyiləm. Kənarda görərəm, bəyənərəm, deyərəm, əla. Amma evimə gətirib o şeyi asım və yaxud o heykəldirsə onu hər hansı qoyum. Mən daim onu görüm, o enerji yaysın. Mən belə şeylərin tərəfdarı deyiləm. Bu feng shui'də də var. Bir çox şeyləri də araşdıra bilərsiniz ki, bu həqiqətdir. Ümumiyyətlə burada dediyim şeylər heç birisi özümdən
özüm düşünüb belə ay bu mənə belə şey eləyər deməmişəm. Hər şey nəyəsə dayanır, araşdırsaz özünüz görəcəksiniz. Niyə görə deyirəm ki, tək qadın, tək kişi portretləri saxlamaq yaxşı bir şey deyil. Çünki onlar da eyni zamanda siz nəyə baxırsınızsa, baxdığınız şeylər, onlar da beyində şuur altında nəyisə çağrışdırır. Mən burada çəkdiyim bir şəkil var arxamdadır. Bilməm görürsüz yoxsa yox. O hissədə də qoymuşam. Çalışıram ki, evdə cüt şeylər, insanı gözəl münasibətə çağrışdıran şeylər daha çox olsun. Yəni bir dənə heç olmasa tək kişi və ya qadın portretiniz varsa, yanında bir neçə dənə də cütlüyü, münasibəti çağrışdıran simvollar olsun, şəkillər olsun və yaxud da heykəllər olsun. Digər bir qızıl nöqtə isə onu deyərdim sizə, yataqla bağlıdır. Mən əvvəlki vloqlarımda, bu arada mən kanalımda təkcə bu istiqamətdə deyil, yəni təkcə düşüncə gücü istiqamətində deyil, eyni zamanda digər istiqamətlərdə də videolarım var, sifariş və s. bir də vloqlar da paylaşıram gündəlik olaraq və vloqlarımın birində demişdim ki, yataqla bağlı indi sizə deyəcəm o hissələri, yataq enerji məsələləri və çalışın ki, yatağınızın altı bazalı olmasın. Bazalı olsa da nəsə qoysaz da, yəni çalışın ki, qarmaqatışıq əşyalar, oranı nəyisə də doldurmayın və onu izah eləmişdim. Niyə indi sizə izah eləyəcəm. Və bir xanım yazmışdı ki, izləyicim də əslində çox yaxşı izləyicilərimdən biridir, həmişə gözəl rəylər yazır. Amma həmin videomun altına yazmışdı ki, çox gülüncdür. O nə deməkdir? Necə yəni yatağın altı bazalı olmasın və yaxud da bazalı olsa içinə əşya doldurulmasın və s. Bu çox gülünc gəlir. Amma dərinə gedəndə, bunu açıqlamasını görəndə görürsüz ki, burada gülünc əslində heç nə yoxdur. Həqiqətən də diqqət edilməli məqamlar var. Yenə deyirəm, çox dərinə getməyəcəm, amma izah eləmək istəyirəm ki, mən bunu niyə deyirəm? Yataq və yataq otağı bizim enerjimizi depoladığımız bir yerdir. Yəni biz yorulanda, enerjimizi bərpa etmək istəyəndə nə edirik? Yatırıq. Gecədən səhərə enerjimizi depoladığımız, yenidən enerji topladığımız hissə də elə bizim yatağımızdır. Çalışmalısınız ki, 1. Yataq otağı dağınıq olmasın, səliqəli olsun. 2. Yatağın ətrafı, altı, ümumiyyətlə enerji daim hərəkətdə olan bir şey olduğuna görə, yəni enerji bir əşya deyil də qoyasan bir yerdə qalsın. Həmişə onu təmiz saxlayasan, siləsən belə neqativlərdən uzaqlaşsın və pozitiv bir enerji olsun. Yəni belə bir şey deyil də, bunu yəqin ki, hamımız bilirik. Enerji daim dövr elədiyinə görə bu istiqamətdə də çalışmalar onu göstərir ki, yatağın altı daim dolu əşyalarla, qarmaqatışıq şeylərlə dolu olanda o enerji axınının qarşısını alır. Yəni bu mənası budur. Niyə görə deyirik ki, bazalı olmasın, bazalı olsa da çox qarışıqlıq eləməyin, hər şeyi ora doldurmayın. Çünki enerji axınının qarşısını alır. Bu da sizə, xüsusən də sizin münasibətinizə mənfi təsir göstərə bilər. Yəni bu o mənaya gəlmir. Bazalı yatağın varsa, altına əşyalar qoymusansa sənin münasibətin pis olacaq. Mən burada dediyim şeylər hamısı bir-biri ilə əlaqədar olan şeylərdir. Yəni birini tutub birini edib, nəsə yaxşı bir şey gözləmək və yaxud da birində nəsə problem varsa pis bir şey olacaq mənasına gəlmir. Feng Shui ilə araşdırsaz özünüz görəcəksiniz ki, evin bucaqları var, daha doğrusu küncləri var. Misal üçün evdə sevgi, münasibət küncü deyilən bir şey var. Münasibət hissəsi hansı hissədir? Nə bilim, bolluq, bərəkət küncü hansıdır? Bunları tapa bilərsiniz. Buralara bir yerə yerləşdirirəm. Misal üçün Feng Shui'yə görə evin tam indi yadımda deyil, amma yenə deyirəm, bura yerləşdirirəm. Bu hissəsi, bu küncü sevgi, münasibət küncüdür. Çalışın ki, ora gözəl əşyalar qoyun, nə bilim, o tərəfi həmişə təmiz saxlayın. Düzdür, bizdə evlərdə çox vaxt künclər dolu olur hər hansı bir əşyalarla, amma ən azından əşya olsa da təmiz saxlamağa özən göstərir. Yəni internetə yazsaz ki, Feng Shui'yə görə evin köşələri, nə bilim, evin bucaqları, indi Azərbaycan da bilmirəm, amma türk dilində və rus dilində, ingilis dilində məlumat en qədər var, çoxdur. Azərbaycan dilini yalan deyərəm, bilmirəm, araşdırmamışam Azərbaycan dilində, amma digər dillərdə baxa bilərsiniz. Və bu enerji baxımından həyatınızda bir insanı çəkmək istəyirsinizsə, onun üçün həyatınızda yer açmalısınız. Bu nə mənaya gəlir? Məsələn, mənim evlilikdən öncə yatağım, yəni ki, subay olan vaxtda yatağım 2 nəfərlik idi. Yəni ki, böyük idi, belə deyim. Mən də həmişə bir tərəfində yatırdım, o biri tərəfində çox vaxt kitablarımı qoyurdum, nə bilim, kağızlarımı, PDF-lərimi də çıxartdığımı, məlumatları qoyurdum. Yəni nə bilim, işdən gəlirdim, paltarımı elə ora qoyurdum, gedəndə götürürdüm. Nəsə belə bir şey. Yəni ora həmişə dolu olurdu. Heç vaxt o yazıq o hissə boş olmurdu. Sonra mən bu Feng Shui ilə tanış olandan sonra
Sonra mən bu münasibətlər baxımından texnikaların içinə girəndən sonra bildim ki, sən demə mən çox böyük bir səhv eləyirmişəm. Yəni mən nə etməliymişəm? Həyatıma girən bir insan üçün deyir ki, sən hər baxımdan alan açmalısan, yer açmalısan. Yəni əgər sən 2 nəfərlik bir yatağın varsa, sən o ikinci tərəfi həmişə dolu, pis gündə saxlayırsan da, pis gündə yəni o mənada deyil. Yəni həmişə üstünə nəsə qoyursansa, o da sən münasibət baxımından enerji alanı var, enerji hissələrinə mənfi təsir eləyir. Mən bildiklərimi və həyatımda həqiqətən tətbiq elədiklərimi bölüşürəm. Artıq tətbiq edib etməmək, inanıb inanmamaq da baxın sizə qalan bir şeydir. Ona mən bir şey deyə bilmərəm. Və mən bu videoda kimisə nəyəsə inandırmaq heç fikrim yoxdur. Çünki belə pis çıxmasın, mən bunların hamısını eləmişəm, faydasını görmüşəm. Mənim bu videonu çəkməkdə məqsədim kimlərəsə əgər mənim bir təsirim, müsbət təsirim olacaqsa, kimlərəsə faydam toxunacaqsa, nə xoş mənə. Onda həqiqətən də xoşbəxt olaram. Bu işləri eləyərkən, məsələn, yatağınızı tutalım həmişə təmiz saxladınız, dolabınızda, yəni şkafınızda çalışın ki, misal üçün də ona da bir yer ayırın. Yəni o mənaya gəlmir. O adam gəlib o sizin evdə qalacaq. Sanki şüuraltınızda yer açırsınız da bir o insana yer açırsınız ki, enerji baxımından təmizləyirsiniz, hər şeyi yer açırsınız və o insanın həyatınıza gəlməyini asanlaşdırırsınız. Bunlara inamla, o enerjini ötürərək eləyəndən sonra həqiqətən özünüz o xeyri görəcəksiniz və dediyim şeyləri çalışın ki, birini eləyib birini eləməməzlik etməyin də. Yəni bu dediyim şeylərin hər birisinə yavaş-yavaş belə deyim önəm verməyə çalışın. Digər bir hissəmiz qurban psixologiyasından çıxmaqdır. Yəni mərkəzdə sən olmalısan. Sən özünü o qədər gözəl bir şəkildə sevməlisən ki, o qədər özünə gözəl bir dəyər verməlisən ki, sənin həyatına gələn insan da sənə o dəyəri versin və sənə ondan da gözəl sevgini bəxş eləyə bilsin. Yəni daim qurban psixologiyasında olan bir insan, misal üçün mənə həmişə belə şeylər tapır, nə bilim, özünü yazıq vəziyyətə qoyan insanlar olur da. Bu hər bir mövzuda belədir. Təkcə münasibət, sevgi mövzusunda deyil, iş mövzusunda da ola bilər, ailədə də ola bilər. Özünü qurban psixologiyasına qoyan bir insan, onun həyatına gələn insan da inanırsınız onu elə qurban yerinə qoyacaq, toksik bir münasibət olacaq və orada inanmıram ki, yəni elə bir xoşbəxtlik olsun. Birinci olaraq, yəni münasibətə çəkilməmişdən əvvəl, münasibət üçün texnikalar eləməmişdən əvvəl, əgər özünüzdə o problemi görürsünüzsə, ki, məsələn, mənim öz sevgim aşağıdır, öz dəyərim aşağıdır, yəni özümə verdiyim dəyər aşağıdır, özgüvənim aşağıdır. Siz çalışın ki, həqiqətən bu istiqamətdə birinci iş görəsiniz. Çünki siz bu istiqamətdə iş görməsəz, həyatınıza gələn insanda inanın ki, o hissələrdən sizi incidə bilər. Ona görə də öz dəyərinizin fərqinə varın. Hər bir kəs dəyərlidir, inanın mənə. Əgər istəsəz qadın enerjisi, bu istiqamətləri özgüvən, öz dəyərini artırmaq üçün də sizin üçün bir video çəkərəm. Əgər sizə maraqlıdırsa, xahiş edirəm ki, rəylərə yazın. Çünki mən sizlərin mənə dediyi istiqamətləri daha çox önəmsəyirəm və o istiqamətə video çəkmək istəyirəm. Yəni qızlarım, özümüzü mərkəzə qoymalıyıq. Hər bir münasibətdə, hər bir şeydə. Yəni başqaları üçün fədakarlıq, özünü qurban vermək, bu heç vaxt sizə xeyir gətirməyəcək. Ümumiyyətlə bu həyatda bilirsiniz, yin-yang, alma-vermə dəngəsi deyirlər, alma-vermə balansı belə deyim. Bəzi sözləri türk dilində istifadə edə bilərəm. Çünki mənim baxdığım seminarlar, iştirak etdiyim kurslar, hal-hazırda bir kursum davam edir 6 aylıq müddətdə. Sırf bu istiqamətdədir. İnşallah onu bitirəndən sonra gözəl bir şəkildə sizin qarşınıza çıxaram. Bunlar hamısı türk dilində olduğuna görə mən bəzi sözləri türk dilindən istifadə edə bilərəm. Bunlar sizdə qıcıq yaratmasın, sadəcə məni başa düşün. Bu alma-vermə balansında hər şey balanslı olmalıdır. Əgər siz birinə münasibətdə, hər hansı bir münasibətdə yenə deyirəm, fərqi yoxdur. Əgər çox verirsinizsə, özünüzdən fədakarlıq eləyirsinizsə, bu sizə mənfi şəkildə dönəcək. Misal üçün, siz tutalım həmişə yaxşılıq eləyirsiniz, fədakarlıq eləyirsiniz, kömək göstərirsiniz. Amma qarşı tərəf tutalım sizin 5 elədiyinizə 1 eləyir. Tutalım, demirəm, amma pis eləyir. 1 yaxşılıq eləyirsiniz, 5 elədiniz, o 1 eləyir. Siz həm onun karmasına girirsiniz. Siz elə bilirsiniz ona yaxşılıq eləyirsiniz, yox.
ona da pislik eləyirsiniz. Amma ən böyük pisliyi isə özünüzə eləyirsiniz. O elə bir anda gəlib sizdən çıxacaq ki, siz deyəcəksiniz: "Axı mən həmişə yaxşı olmuşam, axı mən həmişə fədakar olmuşam, nə bilim, insanlara belə olmuşam. Niyə bunlar gəlib məni tapdı?" Çünki siz bu kainatın qanununu pozursunuz. Alma vermə balansını pozursunuz. Bunun bir açıqlaması budur. Misal üçün, dostluqda həmişə zərbə yeyənlər olur, deyir. Mən belə dost olmuşam, mən həmişə belə eləmişəm, elə eləmişəm, onun pis günündə belə getmişəm. Bəs o dostun sənin üçün nələr eləyib? Sənin o fədakarlıq elədiyin insan sənin üçün nələrdən keçib? Baxırsan ki, heç nədən keçməyib, heç bir şey də eləməyib, ancaq elə sən eləmisən, verən tərəf sən olmusan, alan tərəf o olub. Ona görə də sənin bu münasibətdə elə belə pis çıxmasın, arxadan zərbə yemisən, ancaq pis şeylərlə üzləşmisən. Bir sözlə, alma-vermə balansına önəm veririk, qurban psixologiyasından çıxırıq, özümüzü mərkəzə qoyuruq. Ən çox sevdiyimiz adam, ən çox dəyər verdiyimiz adam da elə biz oluruq. Hər bir münasibətdə, yenə deyirəm, ailə münasibətində də, sevgi münasibətində də, dostluq münasibətində də. Siz özünüz özünüzə dəyər verəndən sonra, özünüz özünüzü hər şeydən çox sevəndən sonra, inanın ki, başqaları da sizə o dəyəri verəcək, başqaları da sizə o gözlə görüb və sevəcək. Gəldik videonun ən belə məncə sizin gözlədiyiniz və maraqlı hissəsinə. İndi sizinlə mən texnika bölüşəcəm. Bu texnikanı həm mən özüm etmişəm öz həyatımda və faydasını görmüşəm. Hansı ki, bu dəqiqə o evliliyin içindəyəm. Çox şükürlər olsun. Və bu texnikanı dediyim bir xanım var idi. Mən bu şeyləri çox insanlarla bölüşən deyiləm. Çünki çox adam başa düşmür. Deyəndə bəlkə deyir ki, bu nə danışır? O elə insanlarla danışmağın mənası yoxdur onsuz da. Mən ona dedim ki, biz belə elə. Valla mən yəni xeyrini görmüşəm də bunun. O da onu elədi. Biz də ondan inanırsınız, ildə 2-3 dəfə danışırıq da, bir-birimizin xətrini həqiqətən istəyirik, amma tez-tez danışdığım adam deyil də, nə o məndə, nə mən onda. Üstündən 3 ay mı keçdi, 4 ay mı keçdi, bilmirəm qızlar, amma heç yarım il olmadı da. Bir də görüm mənə səs atıb. Baxın, vallah bu dəqiqə danışanda tüklərim biz-biz olur. Bəs sənin mənə dediyin texnikanı mən onda elədim. Getdim dediyin kimi dəftər aldım. Dediyim vaxtlarda elədim. Deyir, hələ elədiyimin bilmirəm, bir ay deyir, tamam olmamışdı. Bir insanla tanış oldum. Deyir, tanış oldum, amma buraxmadım da, yəni davam elədim. Yazıya davam elədim. Deyir, əzizə, necə yazmışdımsa, elə bir insan həyatıma daxil oldu. Bilmirəm, yazdığı vaxtdan bilməm neçə müddət sonra, bir həftəmi sonra, 3 günmü sonra, 5 günmü sonra yazmışdı mənə ki, bəs neçə gün sonra mənim nişanım olacaq həmin adamla. Siz təsəvvür edirsiniz. Möcüzələr hər zaman mümkündür. Hər şey burada başlayır. Birincisi, ürəkdə davam eləyir. Çünki inamlı olmalısan və inam təkcə bu elədiyin işlərə deyil. Axışa özü buraxmalısan. Allaha inamın olmalıdır, sonsuz güvənin olmalıdır ki, onsuz da Allah Taala sənə ən gözəlini, ən xeyirlisini verəcək. Mümkün deyil ki, verməsin. Əgər sən bu bayaq dediyim şeylərə də əməl eləyirsənsə, əgər qəlbin, belə deyim, əməlin, düşüncən saf və təmizdirsə və sən bu saf, təmiz niyyətlə bunları istəyirsənsə, bunları diləyirsənsə, özünü o enerjide hiss edirsənsə, yəni artıq onunla bütünləşmisənsə, mütləq bu səni tapacaq, mütləq sən bunları yaşayacaqsın, çünki sən bunlara onsuz da layiqsən. Axır ki, o texnikanı sizlərlə bölüşürəm. Mən burada sizə teta dalğası, yəni beynimizin teta dalğası, alfa beta dalğaları, bunlara danışmayacağam. İstəyirsinizsə, özünüz girin, araşdırın, detallı şəkildə özünüz bilin. Çünki bunlar hamısı bilimə, yəni necə deyirlər, yəni elmə, bilimə, bunlara dayanan bir şeylərdir. Uydurulmuş mistika, xurafat falan deyil. Yəni beynimizin işləmə mexanizmidir. Çox xahiş edirəm, araşdırın. Mən məsələn araşdırmadan, o deyir, alt yapısı olmadan, hansı mənbəyə dayanmadan kiminsə nəsə dediyinə mən inanan bir insan deyiləm. Şuuraltımızın ən aktiv olduğu, ən çox belə deyim, reallıqla qeyri-reallığı başa düşmədiyi və qəbul elədiyi, onu özü üçün reallıq kimi başa düşdüyü vaxtlar, 2 vaxt var. 1.
səhər duran kimi o alayuxulu olursan, o deyirlər yerdəmi alım duraram. Nə olar yerdəmi vaxtında bunu eləyin. Həqiqətən o yerdəmini almayın. Gözünüz açıldı, beyin oyandı. Hələ göz açılmayıb, beyin oyanıb. Gözünüzü də açın və bunu eləyin. İndi deyəcəm nələr eləyin. Yəni bir o vaxtdır, səhər tezdən durduğunuz vaxt. Bir də gecə yatmamışdan öncə o yuxuluyursunuz ya, artıq bilirsiniz. Çox adam nə edir? Həmin vaxtda telefonla oynayır. TikTok, YouTube, nə bilim Instagram. Bütün orada vallahi nə məlumatlar varsa ötürdünüz beyninizə. Yaxşı pis şeyə də baxdınız, getdi o beynə, şuuraltıya oturdu. Bu vaxtları çox gözəl dəyərləndirin. Baxın, mənim elədiyim ən belə işə yarayan, ən gözəl texnikanı sizlə bölüşürəm. Həqiqətən bunu eləsəz xeyrini görəcəksiniz deyirəm. Çünki bunu mən kimə demişəmsə, xeyrini görməyən insan olmayıb. Olan da olubsa, xeyrini görməyən, deməli düzgün eləməyib, davamlı eləməyib. Çünki burada əsas açar hissələr var bu texnikada. Davamlılıq, inam və bu vaxtlar, bu dediyim vaxtlar, alayuxulu olduğunuz vaxtlar, bir gecə, bir də səhər. Çox xahiş edirəm, ən son elədiyiniz şey bu olmalıdır. Qızlar, ən son elədiyiniz, ən birinci elədiyiniz, gözünüzü açan kimi bu olmalıdır. Və ən son yəni bunu elədim, sonra getdim telefonla oynadım. Bunu eləyirsinizsə eləməyin bu texnikanı, həqiqətən deyirəm. Bir dəftər götürürsüz, çalışın həmin dəftər sizə xoş gələn dəftər olsun. Qətiyyən üz qabığı qara olmasın. Və çox vaxt deyirlər ki, mən də buna riayət eləmişəm, açığını desəm, çox vaxt deyirlər ki, sizə xoş gələn dəftər olsun. Çalışın üstü mavi, ola bilər ki, məsələn mavi, ulduzlu, nə bilim, yəni sizə belə deyim də müsbət enerji versin. O girdiniz dəftər almaq yerinə baxın. Birinci baxın, görün hansı dəftər sizi belə müsbət enerji verir, hansı sizi belə çağırır özünə, məni al deyir. O dəftəri götürə bilərsiniz. Bənövşəyi mavi dəftərlərə üstünlük verin. Narıncı da ola bilər, qırmızı da ola bilər. Dəftəri aldınız. Mən həmişə karandaşla, sadə qələm deyirlər, sadə karandaş. Baxın, o karandaşdan istifadə eləmişəm. Qırmızı qələmdən istifadə edənlər də ola bilər. Baxın, sizə necə xoş gəlirsə, əsas məqam burdadır. Amma mən niyə görə karandaşdan istifadə eləmişəm? Bunun da bir mənası var. Çünki karandaşın o ucunda olan qrafit deyirlər, nə deyirlər, səhv deyirəmsə üzrlü sayın. Karandaşın ucunda olan hissə, o da təbiətdən gəlib. O da təbiətin bir parçasıdır. Ağacdır da, ağacdan gəlib, təbiətdən gəlib. Ona görə də onun deyir titrəşimi bir başqadır. Adi qələmin titrəşimi ilə, qırmızı qələmin titrəşimi ilə o karandaşın, sadə karandaşın titrəşimi tamamilə fərqlidir. Və o daha çox titrəşim yaydığına görə bunu da ölçüblər, yoxlayıblar, alimlər. Bu da bir təcrübələrə əsaslanır. Bunu da özümdən demirəm. Ki, yəni onun titrəşimi daha güclü olduğuna görə yazdıqlarınızı daha gözəl şəkildə reallaşdırmaq gücünə sahibdir. Dəftərinizi seçdiniz, aldınız, karandaş aldınız və hər səhər, bir də hər axşam dediyim o kimi vaxtlarda, bir də təkrar eləmirəm, yazırsınız. Nə yazırsınız? Bu texnikanı siz müxtəlif istiqamətlərdə eləyə bilərsiniz. Mən sizə ən gözəl yolunu deyirəm ki, çalışın həyatınızın manifestini eləyin. Mən məsələn eləyəndə sırf açığını desəm, münasibətə fokuslanıb bu texnikanı eləmişəm, amma eyni zamanda digər istiqamətləri də unutmamışam. Yazını necə yazırıq? Misal üçün başlayırsınız. Mən çox xoşbəxt olduğum, məni xoşbəxt hiss elətdirən və huzurlu olduğum münasibətin içindəyəm. Yazdığımız cümlələr ya indiki zamanda olmalıdır, ya da keçmiş zamanda, artıq bitmiş zamanda olmalıdır. Yəni içindəyəm, hal-hazırda içindəyəm. Mənim həyatıma məni çox sevən, mənə dəyər verən, mənim də dəyər verdiyim, çox sevdiyim qarşılıqlı yazırsınız da. Məni dəstəkləyən, mənə çox xoşbəxt hiss elətdirən, həyatımda olduğu üçün çox şükür etdiyim bir insan həyatıma daxil olub. İndi siz cümlələrinizi özünə çox gözəl şəkildə yazın. Hətta ChatGPT-yə yazsaz ki, əvvəl mən bu texnikanı eləyəndə ChatGPT falan yox idi, belə şeylər, süni intellekt yox idi. Hətta yazsaz ki, mən belə bir münasibət istəyirəm, danışırsınız da ona, mən belə bir münasibət istəyirəm. Mənə indiki və keçmiş zamanda ola biləcək müsbət cümlələr yaz. Məsələn, əgər cümlə qurmaqda biraz çətinlik çəkirsinizsə, ola bilər də bu. Siz ona deyin, o sizin üçün yazsın. Əgər
sizə xoş gəlirsə və yaxud xoş gəlməyən hissələri varsa düzəliş eləyin. Siz hər gün bu cümlələri yazmalısınız. İndi onları hər bir detalını sizə deyəcəm. Çalışın ki, ümumiləşdirməyin, ki, çox çərçivələrə salmayın, çox limitləməyin və məhdudlaşdırmayın. Özünüzü axışa buraxın, amma istəklərinizi yazın. Bu istiqamətdə xoşbəxt hiss elətdirən, sağlam münasibət. Məsələn, mən hündürü yazmışdım. Boy baxımından hündürü yazmışdım. Çünki o mənim üçün çox önəmli bir şey idi. Onu yazmışdım. Sonra qızlar, mən nə yazmışdım? Gəlin sizə onu etiraf edeyim, deyim. Bunu ilk dəfə də deyirəm. Olmuş bir manifestdir deyə, gerçəkləşmiş bir şeydir deyə bunu sizə deyə bilərəm. Amma gerçəkləşmə dövründə olan bir şeylər qəti surətdə heç kəslə deməyim. Bu arada manifest dəftərinizi gizli yerə qoyun, gizli tutun, heç kəsə göstərməyin. Qəti surətdə ən yaxın adamınıza belə göstərməyin. Mənim öz ən yaxın adamım kimdir hal-hazırda? Yoldaşımdır da, düzdür. O belə mənim dəftərlərimə o qədər belə özəllə yanaşır ki, heç vaxt açıb belə baxmaz ki, nə var, nə yox onun içində. Olmuş şeyləri mən ona açıb göstərəm ki, bax, yazmışdım. Oldu mu? Oldu. Bax, qeyd eləmişdim. Necə oldu? Tamına necə var yazmışdım, elə də oldu. Mənim yoldaşım açıq əvvəllər belə şeylərə inanmırdı. Biz onunla münasibətə olanda mən çox elə danışmırdım ki, deyəcək bu qız dəlidir. Sonradan yavaş-yavaş onu alışdırmağa başladım ki, yəni mən belə şeylərə maraqlıyam. Sonradan yəni deməsin ki, mən heç əvvəldən deməmişdim. Bu nədir numerologiya, bu nədir spiritüalizm, bu nədir mistika? Mən ona danışdım ki, yəni mən belə şeylərə maraqlıyam, mən belə şeylərlə maraqlanıram. Çalışıram belə elə. Əvvəl ona o başa düşmürdü, gülürdü, keçirdi. Sonra gördü ki, məndə nə dəyişikliklər, onun üçün elədiyim şeylərdə onun həyatına dəyişikliklər və s. və ilaxır. Bu kimi şeyləri görəndən sonra artıq inanmaya bilməzdi, mümkün deyildi. İndi özü də başa düşür, özü hətta o qədər dəyişib o istiqamətdə düşüncələrini, danışığını, məsələn, biraz neqativə keçəndə artıq özü düzəltməyə çalışır ki, yəni belə sözdən istifadə eləməyim. Qulaq asdığı mahnılar, bu arada bunu deməyi unutmuşam. Qulaq asdığınız mahnılara diqqət edin. Əgər acıqlı mahnılara qulaq asırsınızsa, ayrılıq, xəyanət, təklik, bu şeylərə qulaq asırsınızsa, mütləq həyatınıza təsir edir qızlar. Qulaq asdığınız mahnılar, baxdığınız kinolar, bunlara mütləq önəm verin. Çalışın ki, sizə neqativ hisslər oyandıran, ayrılıqdır, xəyanətdir, nə bilim, neqativ şeylərdir, pis münasibətdir. Bu şeyləri sizdə oyandıran kinolara baxmayın. Mahnılara da qulaq asmayın. Çünki sonra həyatımıza çevrilir. Çox danışdım, artıq yorulmuşam, amma bu videonun axıra qədər sizin üçün faydalı eləyəcəm. Texnikamıza qayıdırıq. Mən bu texnikada təkcə yoldaşımı yazmamışdım. Bilirsiniz, biz Azərbaycanda yaşayırıq. Biz təkcə bir insanla evlənəndə onunla evlənirik, amma eyni zamanda onun ailəsi ilə də yaxın bir münasibətimiz olur. Ona görə də ailə münasibətlərində də mən şeylər yazmışdım və çox şükürlər olsun, yenə deyirəm ki, necə yazmışdımsa elə də oldu. Məsələn, qaynanamı yazmışdım, qaynanamla münasibətimi yazmışdım. Siz də yaza bilərsiniz. Yəni sizin üçün önəmlidirsə təbii ki, yaza bilərsiniz ki, belədir mənim qaynanam, mehribanlıq, belə münasibətimiz var, rəfiqə kimi, yəni necə istəyirsiniz də elə yazırsınız. Mən hətta yoldaşımın nənə babasını belə yazmışdım. Bilmirdim də, yəni onun nənə baba ola da bilər. Mənim hər iki nənəm də, hər iki babam da rəhmətə gedib. Amma mən onları yazmışdım. Ki belədir, onlar məni belə çox istəyirlər, mən öz qızları kimi yanaşırlar, belə bir söhbət eləyirik. Nə yazmışdımsa o həqiqətən də reallaşıb. Yəni bunu mənə Allah verib, Allahıma çox təşəkkür edirəm, min təşəkkür edirəm. Amma eyni zamanda da mən bunu Allahımdan istəmişəm. Yəni başa düşürsüz? Mən bunu Allahımdan diləmişəm və o diləklərimi, o istədiyim enerjini də aktiv belə eləmişəm. Yəni siz də detallı şəkildə, olmuş şəkildə yazırsınız. Yenə də suallarınız olarsa, rəylər bölməsinə yazın. Manifest dəftərinizdə təkcə münasibəti yazmırsınız. Münasibəti yazdınızmı? Özünüzü necə hiss edirsiniz? Hisslərinizi yazın və yaza-yaza onu canlandırın beyninizdə. Başa düşürsüz? Canlandırın. O hissi yaşayın. Yəni mənim həyatımda bu münasibət olsaydı, mən özümü necə hiss eləyərdim? Xoşbəxt. Mən həqiqətən bunu yazanda hiss eləyirdim ki, məsələn yazıram, məsələn yoldaşımla hər il xarici səyahətə gedirəm. Bunları da yazmışam. İstəyirsinizsə yazmalısınız da. Və yorulmayın bunları yazanda. Bəzilərdir ki, nə qədər yazım.
3 dənə cümlə yazsam bəsdir, 5 dənə cümlə. Elə bil mən bunu məcbur edirəm ki, sən bunu mütləq yaz. Yəni nə istəyirsənsə yaz və davamlılıq çox əhəmilidir. Bir gün eləyib, bir gün eləmirsinizsə, mənası yoxdur. Davamlı olmalıdır mütləq şəkildə və hər dəfəsində indi sual gələ bilər ki, hər dəfə eyni cümlələri yazmalıyam? Bəli. Yəni əgər fikriniz dəyişməyibsə, yəni istəyiniz dünənki istəyiniz bu gün də eynidirsə, eyni şeyləri yazın. Ola demirəm ki, köçürdün. Cümlələr biraz fərqli ola bilər, eyni mənaya gəlsin. Yəni dünən yazmısınız ki, mən xoşbəxt, huzurlu, nə bilim, məni yaxşı hiss etdirəcək münasibətin içindəyəm. Bu gün yazırsınız ki, cümlə biraz dəyişir. Mən çox xoşbəxtəm, çünki həyatımda belə münasibətim var. Yəni cümlə biraz fərqli ola bilər. Vacib deyil ki, eyni cümlələri yazasınız. Elə əzbərə birinci cümlə belə yazmışdım. Ay, bir dəqiqə, birinci cümlənin ikinci cümlənin yerini dəyişdim. Nətər olacaq, alınmayacaq. Elə şeylərə qapılmayın. Əsas odur ki, eyni düşüncələrlə yazırsınız və hiss eləyirsiniz. Ən əsası ki, belə bir münasibətin içindəyəm. Hər il yoldaşımla xaricə səyahətə gedirik. Yoldaşım məni dəstəkləyir. Biz çox xoşbəxtik. Gözəl evimiz var. Evimiz işıqlıdır. Nə bilim, otağın sayını da istəsəz yaza bilərsiniz. Ya çox otaqlı yazıb sadəcə olaraq axışa buraxa bilərsiniz ki, çox nə qədər olsa o qədər yaxşıdır. Yəni limitləmirsiniz. Gəlirimiz belə yaxşıdır, çox bərəkətli ailəyik, bir-birimizə belə düşərlik, elə düşərlik. Yəni ki, canlandırırsan ki, bunu yaşamısınız, bunu yaşayırsınız. Onu sadəcə dəftərə yazırsınız. Yazdınızmı hər bir şeyi? İşinizi də yaza bilərsiniz. Belə bir yerdə işləyirəm, belə bir tutalım ki, bundan yuxarı bir maaş alıram. Yəni orada limit qoymayın da, yəni aşağısını yazın, amma yuxarısını yazmayın. Belə bir maaş alıram. Nə bilim, iş kollektivim çox gözəldir, mənə müsbət təsir edir. Bu kimi şeylər. Çox detala girmirəm. Videonun vaxtını çox da uzatmayım. Yazdınızmı hamısını? Bütün istəkləriniz olduğu kimi. Axırda yazırsınız. Oldu. 3 dənə oldu yazırsınız. Yazırsınız aşağıda. Təşəkkür edirəm, minnətdaram, şükürlər olsun. Hər dəfəsində bunu aşağıdan yazırsınız. Oldu. Təşəkkür edirəm. Minnətdaram, şükürlər olsun. Aşağıda da mən yazırdım həmişə 7, 8. Çünki bu numerologiyada da enerjilərdir. 7 nədir? 8 nədir? Açıqlamalar hissəsinə yazaram ki, video çox uzun olmasın. Artıq çox danışmışam. Bunları yazıram və bağlayıram, qoyuram bir gizli yerə. Hansı ki, onu ancaq mən özüm görəcəm. Axşam da gəldim qızlar. Axşam da eyni zamanda ən son elədiyim şey artıq yuxuluyam, hiss edirəm ki, artıq yatacağam. Açıram dəftərimi və başlayıram yazmağa. Yazıram eyni şeyləri, eyni hissləri keçirdirəm. Hətta bir anlıq gözünüzü belə yumub xəyala da dala bilərsiniz, gözünüzün önündə də canlandıra bilərsiniz onların hamısını. Yazınızı yazırsınız gözəl bir şəkildə, o hissi yaşayırsınız. Sizə ən gözəl texnikanı dedim. Başqa texnikalar da zamanla inşallah ki, sizlərin bölüşərəm. Videonun sonunda sizə olumlamalar deyəcəm. Bu olumlamaları da çox xahiş edirəm hər gün ya qulaq asın mənim bu səsimə, videonun bu hissəsinə. Ya da ən gözəl bilirsiniz nədir? Bir insanın daha doğrusu bu həyatda ən güvəndiyi səs öz səsidir. Ona görə siz mən dediklərimi yaza bilərsiniz. Yazın, sonra hər gün oxuyun. Əgər hər gün oxumaq fikriniz yoxdursa, öz səsinizi yazın bunları deyə. Hər gün öz səsinizə səhərlər qulaq asın. Yol gedəndə, nə bilim, rahat bir yerdə. Mən bunu hər səhər eləyirdim. Hər səhər yenidən oxuyurdum, açığını desəm. Çünki hər gün təkrar elədiyiniz şeylər sizin artıq gerçəkliyinizə çevrilir. Gəlin indi başlayaq. Mənim hər gün özümə xatırlatdığım, hər gün oxuduğum olumlamanı sizlər üçün oxuyuram. Mənim çox xoşbəxt bir evliliyim var. Evimdə xoşbəxtliklə gəzirəm, huzur içindəyəm. Bütün həyat mənim xoşbəxtliyim üçün çalışır və məni xoşbəxt edir. Həyat mənim üçün asanlıqla, sevinç və huzur içində axır və axmağa davam edir. Həyatımın hər anına şükür və minnətdarlıq duyuram. Hər şeyə şükür edirəm.
Nəfəs aldığım üçün şükür edirəm. Başımın üstündəki damım olduğu üçün şükür edirəm. Çöldəki göy üzünə şükür edirəm. Müharibə olmayan mühitdə yaşadığım üçün şükür edirəm. Yeməyim olduğu üçün şükür edirəm. Suyum olduğu üçün şükür edirəm. Ayaqlarım, əllərim olduğu üçün şükür edirəm. Əllərimi, qollarımı istifadə edə bildiyim üçün şükür edirəm. Gözlərimi qırpa bildiyim üçün şükür edirəm. Yeməyin dadını hiss edə bildiyim üçün şükür edirəm. Əqli sağlamlığım yerində olduğu üçün şükür edirəm. Başqalarının duyğularını və düşüncələrini hiss edə bildiyim üçün şükür edirəm. Şüurluluğa və fərqindəliyə yönəldiyim üçün şükür edirəm. Həyatımın hər anına, hər şey üçün şükür edirəm. Həyatımdakı hər kəs üçün şükür edirəm. Həyat mənə gözəl möcüzələr yaşatdığı üçün şükür edirəm. Bu biraz uzun olan olumlamaydı. Bir də qısa versiyası var. Onu da istəyirəm sizlərə oxuyum. Bu da çox gözəldir. Bütün həyat və yaşam hər an mənim ən yüksək və daimi xoşbəxtliyim üçün çalışır və mənə bunu yaşadır. Mən bunu seçirəm. Mən özüm üçün ən yüksək və davamlı xoşbəxtliyi seçirəm. Xoşbəxt olmağı, zövq almağı, hər şeyin ən gözəlini və ən yaxşısını yaşamağı, bolluq, bərəkət və zənginlik içində uzun və sağlam bir ömür sürməyi seçirəm. Həyatımın asanlıq, sevinç, huzur, xoşbəxtlik, bolluq, bərəkət, zənginlik və sağlamlıq içində axmasını diləyir və bunu seçirəm. Hər şey üçün sonsuz dəfə şükür edirəm. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək hələlik.